Salam əziz və hörmətli dostlar, xoş gördük. Umarım keyfiniz sazdır, yaxşısınız. Mən İnsaf Əli Hidayətəm və bildiyiniz kimi Düşüncə Bağı otağının, Düşüncə Bağı Fikri adlı bir fikir otağı adı düzəltdik əslində və burada siyasi Güney Azərbaycan və İranda yaşayan Türk millətin hətta millətlər desək belə Qəşqailər və Türkmənlər, Xorasan türkləri, bunların siyasi partilərin, düşüncələrin və habelə bunların siyasətlərin, fəlsəfələrin, stratejilərin, ideolojilərin və çoxlu şeyləri görmək istədik. Və bunun üçün də hər partiyə bir həftə vaxt verdik, partiləri dəvət elədik və Salih bəy İldırım cənabları Güney Azərbaycan İstiqlal Partisinin sözcüsü ya lideri olaraq huzur tapdılar 6 gün və sorularımıza cavab verdilər. Amma soruların %35-inə cavab verdiyimiz üçün, aldığımız üçün belə bir təvafuq elədik, qərara gəldik ikimiz bərabər ki, soruları mən göndərim və onlar bu soruları özləri oxuyub, fürsətləri olanda onlara cavab versinlər. Mən soruları vermişəm və onlar başlayıblar elə birinci gündən cavab verməyə. Mən 1-2 gün burada çox məşğul olduğum üçün o soruları qoymamışam. İndi mən o səs faylları ki gəlibdir, onları bir-bir buradan sizə göstərəcəyəm. Çünki bu fəqət səs faylıdır. Dostlar, mən burada videonu da açacağam YouTube'da. Siz YouTube'da videonu görəcəksiniz ki, biz danışırıq, amma onların səsini eşitməyəcəksiniz. Bəlkə fəqət məndən Salih bəyin öz səsini biz eşidəcəyik. Sağ olun, təşəkkür edirəm və indi buyurun görək. Kavramı hakkında biz daha önce danıştık. Mütlak hak diye bir şey yoktu. Hak esasında demek daha çok karardardı bir şeydi ve güc hangi taraftadirse, güc kimdedirse hak da normalde. Hak kavramı hakkında biz daha önce danıştık. Mütlak hak diye bir şey yoktu. Hak esasında demek daha çok karardardı bir şeydi ve güc hangi tərəfdədirsə, güc kimdədirsə, haq da normalda odur, onu dediyi haqdır və onun dediyi icra olunur. Hak və nahaqda yenə də o sistem ya o güc vardı, onun sistemi belirləyir ki, bu haqdır, bu nahaqdır. Yani güclünün, bunu güc olmasa heç hakkı da tərifləyə o güc tərifləyib, orada ona hak verir, ona demək ki, sənin haqqın buraya qədərdir. Oranı keçəndə həmən güc gəlir qabağınızda, qarşınızda nəni, onu durdurur, cəzalandırır, deyir, siz buranı pozmuşsunuz və buradan o tərəfi geçməyə hakkınız yok idi. Demokratik ölkələrdə hakkın tabii ki tərifi qanundadır. Qanun tərifləyir vətəndaşların hüququnu, haqqını və onun icrası və qorunmasını da yenə də qanun zamindir ona. Yəni indi o qalıb o ölkədə qanun nə dərəcədə icra olunan, qanunun nə dərəcədə demək praktikaldır, icra olunur. Məsələn, qanun hökmlüyü və ya məsələn qanun sadəcə məsələn göstəricə üçündür. Qanun ən azından başqa ölkələrə, beynəlxalq təşkilatlara belə bir qanun olduğunu göstərmək üçündür və ya ki vətəndaşın asayişi üçün bəlli olunmuş bir demək qanundur. Bu ki kim ya kimler haklıdır? Bunun da hardan baxmasından asılıdır. Yani biz harda veya o demək hansı nöqtədən baxılır,
oradan kimin haqq olub olmadığını o baxışdan o baxış göstərir. Yoxsa mütləqa haqdır, mütləqa şey deyil, beləncə bir ölçəyimiz yoxdur ki, kim mütləq haqdır deyək. Mütləq haqq əslində mütləq haqq deyə bir şey yoxdur. Bizim əlbəttə ki, təşkilatımızı haqlı bilirik və haqlı bilməsəydi zaten bu təşkilatda olmazdı. Əlbəttə haqq bilir. Bu təşkilata muhalefet edenler indi ne seviyede? Bunun düşman muhalefetidir. Tabii ki düşman kimi yanaşılır. Yok. Eğer mesela tenkit var, nəzəri muhalefet var veya halkımızın içinde herhangi bir təşkilatın ister yöneticiliğine veya icra sisteminde ya herhangi bir bendinde muhalefet olar. Onlar aslında müsbətdir ve o təşkilatı daha da ali səviyyəyə çatdırmaq üçün onlardan kullanmaq lazımdır. Ama burada muhaliflərinizi haqlı bilirsinizmi? O qalıbdır ki, muhaliflərimiz kimdir? Ola bilsin ki, Azərbaycanda mesela bir radikal hizb də var. Mesela bizim istiqlalçılığımızı yetərincə bilmir. Mesela bizimlə müxalifət edir. Ki biz əlbəttə onları müxalif görürük, onlara rəqib görürük. Veya hatta muhalif olsun. Ama birisi mesela İran mövqeyindən muhalif çıxırsa o düşman mövqeyidir. Yani o muhalif değil, o düşmanın uzantısıdır. Bunları ayırt etmək lazımdır. Ki kimi muhalif deyirik, hansı muhalifətdən danışırıq. Biz mesela Azərbaycanı dövlət olandan sonra, Güney Azərbaycan dövləti olandan sonra orada müxtəlif partilər fəaliyyət eləyəcək veya mesela biri dövlətə çıxacaq, birisi müxalifət olacaqdır. Demokratik ölçülər əsasında bunlar nə deməlidir? Bir-birlərinin mübarizəsinin müxalifətini eləyib aparmalıdırlar. Amma mesela o dövlətlərdə, o millətlərdə ki, dövlətləşiblər, onların görürsünüz ki, müxalifət və dövlət veya iktidarı düşman değiller birbirlerine. Sadece bu değil, ben senden yaxşı idarə eləyərəm. Mesela sənin idarəçiliyində, bu partinin idarəçiliyində bu nöqsanlar var idi. Hakimiyyətə gəlmək üçün bir rəqabət içindədirlər. Haqqı ölçüsü demək bizim ortalığa koyduğumuz standartlardır. O standartlar pozulanda, pozulğuna uğradığında demək ki, haqsızlıq vardır. Biz belə baxırıq haqqa. Bunu da tabii ki, bizim quracağımız dövlətin düzənindəki qanun düzəni, qanun qərarvericiliyi və icracılığı bunun bəlirli və gərəyini yapmalıdır diye düşünürəm. Bizim təşkilatın baxışından önemli milli haqlar. Önemlisi istiqlaliyyətdir, dövlətçilikdir. Yani bir milli haqdan danışırıq, bir millətin haqqından danışırıqsa onun egemenliğidir, hakimiyyətidir, öz hakimiyyətidir, öz idarəçiliyidir. Demək, bunlar ən təpədə gələndir. Bunlardan daha məsələn azına geçsək, deyək məsələn bunu əldə edə bilmir, dövlətini qura bilmir, dövləti yoxdur. Demək, onun kültürel haqları, ictimai haqları, iqtisadi haqları, sosial bütün tanınmış, bu günə qədər tərif olmuş haqlar, bir insan üçün gərəkən bir haqlar bizim de insanımıza veya bizim de millilerimize, milletimizin mensuplarına hamısına şaistədir və layiqli gərək icra olunsun, tələbində də olunsun. Ancaq milli haq dediyimizdə bir milletin millət kimi yaşamasına təşkil edən bütün demək o dəyərlərdir, bütün hüquqdur. Bu ister mesela devlet kursun, Cumhuriyet devletinin formasını belirlesin, istiqlaliyyətini, ordusunu kursun, müstəqil siyaset yeritsin, müstəqil ticaret yeritsin, öz dilində demək başka bir təhmilli dildə değil, öz dilini, kültürünü, yani başka milletlerde belə deyək də, bütün rəqib milletlerde ne varsa
biri-birinə üstün veya ondan aşağı deyil. Eyni səviyyədə, eyni rəqabət içində eyni haqlara malik olmaqdır. Bir millət dövlət qura bilirsə, o birisi də dövlət qurmalıdır. Qurma haqqı vardır, onun haqqıdır. Bir millət demək öz idarəçiliyini, istiqlaliyyətini əldə edə bilirsə, istiqlaliyyəti və başqa bir millətlə bütövləşə bilirsə, başqa millət də başqası ilə bütövləşə bilər, birləşə bilər. Yəni, bu yenə də çox sabit bir məsələ deyil. Ancaq bizim baxışımızdan ən önəmli milli haqq demək istiqlaliyyət, bağımsızlıq, idarəçilik və dövlətçilikdir. Hakkın demek dedik ki sistem içerisinde tarif olunduğu ve bir hakkın bir ölçüde hak kimi tanınıp başka bir ölçüde haksız kimi veya yasak kimi görülmesi tabii bunu gösterir ki hak esasında sabit bir tarif değil ve hak tətil olar mı? Yok, hak tətil olunmaz. Indi hakkı o ölçenin kanunu demek anayasası ve hukuk belirleyicileri tərifləyir ve bunun icrası da her şey için vacibdir. Fərq koymadan, ayrım koymadan. Ama hak ve haklı özünü haqlı bildiği için silahlı savaşa girə bilər mi? Bu da çelişkilidir. Harda girə bilər, hardasa girə bilməz. Yani buna ümumi bir cevap vermək olmazsa deyək ki, o da haqlıdır. Məsələn, deyək ki, bir yerdə, bir məmləkətdə, deyək məsələn, Azərbaycan Cumhuriyyətində, biz danışırıq, Güney Azərbaycan Cumhuriyyətində bir yerde hak pozuntusu olup da əlin açsın silahı. Bunun eğer ki yani mütləq o sistemde siyasi yollarla həll mümkündür veya mədəni yollarla həlli mümkündür. Hukuki yollarla onu əldə eləmək olar, mübarizə aparmaq olar. Ona göre hak üçün veya haklı üçün silahlı savaş hakkı var mı ya yok, buna bir cevap yoktur. Bu şərtinə görə dəyişər. Mesela bizim durumumuzda işğaldadır, əlbəttə silahlı savaşmağa hakkı vardır. Hər bir vəsilədən istifadə etməyə hakkı vardır. Hətta hər kəsdən yardım almağa hakkı vardır. O dərəcəyə kimi ki, mən belə deyirəm, nə kimi etilaflara girə bilər işğaldan qurtulması. Bunu dünya da bunu, dünya hukukları da bunu işğaldan savaşmaq üçün silahlı savaş demək yani qurtuluş savaşları məşru tanınır. Bu yenə də qayıdıram oradakı o savaşın növündəndir. Ədalət nədir bizə görə? Ədalət əslində mən dəfələrcə bunu demişəm də, ədalət silahın lüləsindən çıxır. Ədalətı güclü təmin edir, güclü yazı və güclü tətbiq edir. Hər kəsin silahının borcu çoxdursa, haqqı çox olduğu kimi də haqqı və ədaləti də o tərifləyir, o icraya qoyur. Görürsünüz, məsələn, Amerika durur 10.000 kilometr bu tərəfdən gedir, gedirəm Saddam Hüseyni mücazət edir. Məsələn, deyək ki, orada da Burkina Faso'nun məsələn prezidenti demir ki, mən Amerikanı mücazət edeyim. Gedim məsələn Clinton'u ya Bush'u ya məsələn Biden'ı götürüm, gətirim burada məhkəmə edeyim. Gücü yetməz və bunu eləyə bilmir. Amerika oradan durur gəlir, amma girir məsələn deyir ki, Saddam'ı mücazət edeyim. Yəni ki, ədalət də səyyaldır, gücdən asılıdır. O qurğudan, o təşkilatın demək dövlətin hərbi, əsasında hərbi və iqtisadi cümlə, birinci hərbi və demək ondan sonra iqtisadi siyasi güclər gəlir ki, hərbidən əsasən ortaya çıxır, hərbi gücdən ortaya çıxır, onun topunun, gülləsinin bordundandır. İndi bizim məsələn topumuza atır demək 10 kilometr haqqımız, hüququmuz vardı. Biri də atır 10.000 kilometr atır. O qədər haqqa və hüquqa malikdir. Oradan desin oturduğu yerdən dülməni basıb bir dənə torpağı dərmədağın edir. Ona görə bunun
da vahid tərifi yoxdur. Ədalət əsasında o düzənin sağladığı təriflədiyidir və onun sağladığıdır. Bizim təbii ki istəyirik ki, daha adil, ədalətli bir sistem quraq və heç kimsəyə zülm və ya heç kimsənin haqqı tapdalanmasın. Bütün vətəndaşların hüququ savunulsun və eyni hüquqdan faydalanıb ictimaiyyətimizin, toplumumuzun ilerləməsi üçün faydalansınlar. Ədalətin tərəzisi nədir? Ədalətin tərəzisi qəzai hükmüdür, məhkəmələrdir. Onun icrai demək gücüdür ki, gəlsin bunu demək oradakı hüquqçuların tartışmasının və ya demək maddə bir əsas üzərində, bir olay üzərində tartışıb və qazilərin demək rəyi ilə hökmə keçirilən və yəni məmləkətin belirlədiyi, ölkənin belirlədiyi, qanunun təriflədiyi ədalətin tərəzisi, demək o ölkənin də ədalət sisteminin, yəni qəzai sisteminin nə dərəcədə o yazılan qanunlara bağlılığı və onun icrasındadır. Ədaləti kim tərif edir? Ədaləti dedik, güclü tərifli. Haqqı, hüququ və ədaləti güclü olan tərifli. Məsələn, bir dənə gücü olmayan gedib orada ədalət başqa bir yerdə ya bir güclüyə, özündən güclüsünə ədalət sağlaya bilməz. Ədaləti sağlamaq üçün də əsasən demək güc lazımdır. Ona görə də sistem lazımdır. İnfrastruktur lazımdır ki, o ədaləti qanuniləşdirib, demək, teori və əməli birləşdirərək, teori ilə praktiki birləşdirərək nələsin icraya qoşur. Yəni, ədalətin sağlanması üçün özünün bir icrai sistemə ehtiyacı vardır. Əxlaqa gəldikdə, zənnimcə biz bunlar danışmışıq. Yəni, geçən söhbətlərdə, amma yenə də bizim təşkilatın anlayışı əxlaqdan nədir? Təbii ki, dedik ki, əxlaq ümumiyyətdə daha çox kültürlərdən təsir almış, kültürel bir demək qavramdır. Ya bir şey ki, bir hərəkət ya bir əməl ya bir toplumda bəlkə əxlaqidir və ya ən azından qeyri-əxlaqi ya ziddi əxlaq deyil, başqa kültürdə ola bilər ki, ziddi əxlaq olsun. Ona görə əxlaqın da tərifi yenə də o toplumdan, o kültürdən, tarixi gələnəkdən, oradakı insanların yaşayış formundan və inanclarından daha çox qaynaqlanır və təriflənir. Bunun mütləq mənası yoxdur. Deyək ki, məsələn, bu əxlaqda. Ancaq kodlar var toplumlarda. O kodlar əxlaq kodu kimi görünür. Bunu təbii ki, yenə də tərifləyən kimdir? Ölkənin qanunudur. Ölkənin orada olan sistemin qəzai sistemdir və kültürel sistemdir. Bəzi yəni əsasında bu qanun bəzi yerlər əslində qanuniləşmir də. Yəni o icrası lazım, amma qanunda vurğulanmayan və ya insanın hətta özünün demək özünün təşxis verdiyi ki, bu işi demək görməməlidir və ya görməlidir. Bu da belirleyici bir rol oynayır. Yəni o yerdə əxlaq tərif olunmayıbdır. İnsanın öz təşxisi də orada o anda o əxlaqı tərif edir. Bizim təşkilatda təbii ki,
bir sürü umumi əxlaq, yəni siyasi, ictimai əxlaq çox təkid olunur üzərində. Təbii ki, insanların daha toplumda nə dərəcədə yaxşı hüsn əxlaqda deyirlər ərəbcəsində. Yaxşı tanınmışlarsa təbii o xoş görülür və tövsiyə edilir. Ancaq yenə də bir kodlar vardır. Mesela siz deyək ki, məsələn, fərzlənən polis düzənində demək onun bir özel, en azından yani iş saatinde özel bir giyimi var, özel bir duruşu var. Demək insanlara yanaşanda bir təlimatı vardır ki, necə hürmətinə yanaşsın, salamlasın, sorğu sual eləsin. Bunlar yenə də o sistemdə təriflənən kodlardılar ki, biz ona əxlaq deyirik. Təşkilatımızda da əlbəttə ki, Güney Azərbaycan İstiqlal Partiyasının da əxlaq kodları, bəlli söhbətin əvvəlində dedik, aslında bir təşkilata girəndə bir seri azadlıqlarınızı əldən verir, yəni vaz geçirsiniz böyük bir güc istiqamətində, böyük bir hədəf istiqamətində. O hədəf nədir? Millətimizin dövlətləşməsidir, istiqlaliyyətimizdir. İstiqlaliyyəti əldə etmək üçün nə edirik? Bir seri də azadlıqlarımızdan keçir, bir seri məsələlərə tabi oluruq. Və ona deyirlər təşkilati əxlaq. Yəni bunun tərəfində deyirlər hizbi əxlaq, ya sazmani əxlaq, ya siyasi əxlaq. Ona görə bunların bir vahid bir tərifi yoxdur. Hər təşkilatın demək və ya toplumun dedik ki, durumuna ya inancına, kültürünə dayalı bunlar tərif olunmalıdır. Anayasa ya konstitusiya deyirlər Quzey Azərbaycanda və ya nə adını deyirsə, anayasa qanun əsasında bir sistemin, bir ölkənin ən geniş qapsamlı demək qanun və qərar belirleyici, hədd hududu demək belirleyici, vəzifələri belirleyici və bir ölkənin məsləhətlərini nəzərə alaraq bütün icrai demək icra olunacaq plan və projeləri qapsayan geniş müzakirələr nəticəsində o ölkənin demək parlamenterləri tərəfindən belirlənmiş və millətin rəyinə yetişmiş qabil icrası vacibül icra bir demək qanun toplusudur. Yəni möhtəməl bütün məsələlərin A'dan B'ye kadar, bu istərsə siyasətdə olsun, istərsə ekonomide olsun, istərsə cinayı sahədə olsun, istərsə hərbi və ya cəngi sahədə olsun, hamısına cavab verməli, belirləməlidir. Gözdən qaçmış olursa və ya məsələn təxmin edilməz, öngörülməmiş olan məsələləri də o qanunun demək həyatı sürəcində həmin qanunun himayəsində təşkil olunmuş məclisin tərəfindən əlavə olunub və o qanun daha da mükəmməl bir formaya gəlir. Buna deyirlər anayasa. Bizim təşkilatın önərdiyi anayasa varmı? Yoxdur. Bizim anayasa təklif etməmişik. Yoxumuzdur. Dünyada hansı ölkənin anayasası, bir çox ölkənin anayasası tam da olmasaq, anayasası ilə tanışıq. Azərbaycan, Türkiyə, mesela yaşadığımız ölkə Kanada və işgal ölkəsi İran, yəni en azından burası 4 tane anayasası ilə tanışıq.
Amma hansı anayasaları millətimizə təklif olaraq ortaya qoya bilirsiniz? Təbii ki, bu anayasanı da o məşrutə sürüncələri Avropadan götürüb gətirib burada icra eləmək doğru deyil. Onun bölgüyə, ölçüyə və o şəraitə uyğunlaşdırmaq lazımdır. Mesela Türkiye'nin anayasası çok moderndir. İndi biz onu götürüb eynicə Azərbaycanda icra edə bilərik. Məncə olunmaz, çünki bir seri sorunlara rast gələ bilərik. Ona görə amma faydalanmaq gəldikdə Azərbaycan və Türkiyə anayasasından ən çox faydalana bilərik anayasanı tənzim eləməkdə. Anayasası eğer mümkündürsə elə biliriksə daha önceden yani hazırlanması vacib bir meseledir. Bu birçok meseleleri həll edir. Hatta sabah biz inqilab dövründə, yıxıcı dövrdə hüquqları bəlirli. Ona görə anayasanı soruya mühəvvəl eləmirik biz. Ama bu günə qədər bizim təşkilat olarak anayasası da hazırlamamışıq. Yani anayasası sonraya həvaləsi bəlkə sadəcə imkansızlıqdan ola bilər. Umarım ki ona yetmədən yani fürsətimiz olar və anayasasını da tənzimləyə bilərik. Yani en azından bu keçid döneminə bir kurallar anayasa olmalıdır. Biz əsasında Güney Azərbaycan İstiqlal Partiyasının demək nizamnaməsi bir balaca anayasa kimidir. Təbii ki, o daha məsələn mütəmmimləri olmalıdır, daha genişdirilməlidir. Yüzlərcə onlara maddələr əlavə olunmalıdır. Bunun cinayı boyutları, hüquqi boyutları hamısı bəlirlənməlidir. Ancaq anayasa bizim maalesef bugüne kadar hazırlama imkanımız olmuştur. Bizim təşkilat olmamızı, hizb olmamızı herhangi bir kanuna dayalı olup olmadığının o kadar da əhəmiyyəti deyil. Niye? Çünkü bizim dövlətimiz yoxdur. İndi bəziləri hətta məsələn bizə belə bir tənqid edirlər. Deyirlər ki, nə parti, hizb mesela parti dövlət olanlarda qurulur. Elə biz məsələn Quran ayəsi kimi gəlibdir, hizb belə olar. Məsələn biz hətta bəzi Azərbaycan qurumlarına baxsaq görürsünüz ki, hizb adı qoymurlar. Elə o zehniyyətdən gəlir. Ona görə biz belə bir çərçivələrə, məhdudiyyətlərə girmirik ki, hansı qanunlar bizi tanır, hansı qanuna dayanaraq. Bir seri beynəlxalq hüquqlar var. Millətlərin hüququnu tanır. Belə o tanımasa da biz əsarətli olduğumuzu kim bir yerdə yazılmıyıbdır deyə əsarətə qarşı mübarizə olunmazmı? Yəni bunu illa ki bizdən qabaq birisi gəlib yazmalı mıydı ki biz onlardan öncədə yaşamırıq ki biz onlardan sonra yaşayırıq. Demək ki hətta onların yazdıkları bir seri qoyduqları bir seri qanunları bizim dəyişdirmə səlahiyyətimiz də vardı. Ona görə baxmayaraq ki bir seri bunun beynəlxalq qanunlara dayalı payası əsası vardı. Beynəlxalq insan hüquqlarına dayanaraq təməlləri vardı. Amma olmasaydı da yenə də biz bunu quracaqdıq. Güney Azərbaycan İstiqlal Partiyasını qurub və mübarizəmizi aparacaqdıq. İndi hətta bəzilərinə görə məsələn İstiqlal Partisi olmaz. Çünki məsələn indiyə kimi görmüblər ki bir dənə parti işğaldan qutulmaq üçün qurulsun və ya indi hafizələrində yoxdur. Ona görə ki partinin adı İstiqlal olmaz. Niyə məsələn baxır fərzlənir ki məsələn Türkiyə görür ki müstəqil bir dövlət Gürcüstandan orada hər türlü parti var, İstiqlal Partisi yoxdur. Ya məsələn Amerikada məsələn Demokrat Partisi var, liberal demək Cumhuriyet Partisi var. Orada mesela İstiqlal Partisi görmür. Bunlar dövlətləşib də sonra partiləşibdir. Biz partini qurmuşuq ki, deyək dövləti quraq. Ona görə İstiqlal Partisi də olar və istədiyiniz adı da qoya bilərsiniz, istədiyiniz hədəfi də. Biz işğal altında olduğumuz üçün bu haqda hər hansı bir tərif vardır və ya yoxdur, onları çox da umursamadan, təbii ki olsa faydalanması, daha sənədiyyət verməsi, amma onlara çox da bağlanmadan öz mənfəətlərimiz nəyi
Bu ki təşkilatlar hansı qanuna, yasaya dayanaraq demək işlərin aparırlar. Hər təşkilatın özünün yazdığı chartlar var, prensiplər var, nizamnamə və fəlsəfəsi var. Ona dayanaraq demək mübarizəsini aparır. Müxaliflərə gəldikdə bunu daha əvvəldə, yəni yuxarıdakı sorularda zənnimcə dedik. O da budur ki, müxalif dediyimizdə kimdir? Düşmənlərə qarşı təbii ki, qəhriyyə, yəni düşmən tavrı sərgilənir və müxalif indi yapıcı müxalifət vardır, yapıcı demək tənqid vardır, intiqad vardır. Onlar farklı məsələlərdə və farklı tavırlarda. Xalqımıza, bizim ölkəmizə mənsub olan və dost da ölkələr arası demokratik və hüquqa dayalı diplomatik rabitələri qurub və demək hüquqi bir çərçivədə demək bu demək rabitəni, yəni demək o ölkələrlə və ya təşkilatlarla hüquqa dayalı bizə müxaliflərinin də yenə də demokratik bir səviyyədə yanaşımı tövsiyə edir. Yəni bizə müxalif deyəndə dediyimiz kimi müxalifin ucu bucağı yoxdur. Düşmən də müxalifdir. Yəni ümumi sözdə deyəndə bizi hər hansı bir nöqtədə bizimlə şərik ya ortaq olmayan da müxalif sayılır. Ona görə müxalifin özü təriflənməli və sual daha konkret olmalı. Düşmənə qəhri və düşmən mövqeyindən qonşularımıza münasibətləri bizim onlara görə münasibətimizi daha çox oluşturur. Yəni bu bir tərəfli deyil. Və partilərimizə gəldikdə, məsələn, müxalif dediyimizdə hakimiyyət və müxalifət, yəni iqtidar və müxalifət kimindəsəz, demokratik hüquqlar və cumhuriyyətimizin belirlədiyi, yəni Güney Azərbaycan Cumhuriyyətinin yasaları içində yanaşmanı tövsiyə edirik. Fərdi və hizbi duyğularla əsasən mübarizə formunu seçir və gedirmi? Baxın, fərdidə duyğu olar. Amma hizbidə, partidə duyğu olmaz. Dövlətdə duyğu olmaz. Dövlət duyğusallaşmaz. Dövlət qanundur. Dövlət bir sistemdir. Bəzi yerlərdə əslində hiss eləməz. Yəni onda hiss yoxdur. Bəzi yerdə ağlar. Amma bəzi yəni amma o ağlaması, o hissini də bastırıb nə edir? O dövlət duyğulardan kənar qərar verir. Dövlət nə olursa olsun durmaz, yolunu davam edir. Ona görə hizb duyğu əsasən, yəni bir ehsas deyil. Bir dənə təfəkkürdür, bir dənə yoldur, bir dənə fəlsəfədir, bir dənə qurtuluş mekanizmidir oluşturub və o istiqamətdə mübarizə biz bura çıxanda bizim baxın məsələn bir sürü dostlarımız Güney Azərbaycan İstiqlal Partiyasının qurucuları bir xordatdan sonra çox ciddi problemlə üzləşdik. Bizə baskı gətirdilər ki, bəs qərarda adam ölsün. Elə biz məsələn gedirik, biz bir sahman bir yolda məsələn dövül nağara ilə gedəcək, yetişəcək orada hakimiyyətə. Necə? Yəni bir dənə dövləti çevirəcəksən, burada savaşa girəcəksən və burada da deyirsən ki, məsələn, mən istəyirəm bir dövlət qurum, amma adam ölməsini öngörməmişdim. Və həqiqətən qurucu kadrosunda bizim demək bu mübahisə gəldi. Mənə çox baskılar gəldi o zaman ki, bəs bu təzahüratın bir xordadın oluşmasında belə vəd eləməmişdim. Hətta başqa dostlarımız da, yəni partiyamızda üzv olmayan amma əməkdaşlar
ağlaya-ağlaya mənə zəng açdılar ki, qərar dəyəri belə olsun, bir belə adam tutulub, bir belə adam ölübdür. Dedim, qərarı nə olsun? Siz güman edirsiniz, nə olsun? Dövləti gedəcəksən, buyur mən gəldim. O da deyəcək ki, xoş gəldiniz, elə mən gözlüyordum ki, gəlin oturun burada. Burada savaşa gedəcək, burada məni də vura bilərlər. Mən də bu sözlər ki, deyirəm, yəni, güman eləmən, İndi uzaqdayım filan olmaz. Burada elə məni də vura bilərlər, mənim də ailəm var, onları da vura bilərlər. Bu savaşdır. Yəni ki, burada duyğu deyil. Bəlkə bir ideoloji, bir usul, bir şart, qanun, qərarlar və prinsiplər var. Onun icrası üçün mübarizə edilir. Bu, hər hansı bir fərdi, ya hizbi duyğu, ya əsaslanaraq bir mübarizə adlandırmaq doğru deyil. Yəni, onu qəbul eləmirik. Rəhmsiz olar. Hizb, hətta görərsiniz ki, məsələ, siyasi hədəfləri üçün, prinsipləri üçün ən yaxınları ilə bəlkə tərs düşə bilər. Ona görə orada qanun hakimdir. Orada prinsip hakimdir, duyğu deyil. Prinsipi pozana da rəhm eləmədən gereken yapılar. Sürgündə dövlət məsələsinə gəldikdə bunları yenə də geçmişdə danışmışıq. Soru belədir ki, əgər sizin təşkilat İstiqlal ya Federal Milli Hakimiyyət və Dövlət Qurumu amacı ilə çalışırsa, necə keçici olsa da belə bir anayasa üzərində çalışmamış və bənzər təşkilatları bu haqda bir əməkdaşlığa dəvət etməmişdir. Yaxşı. İlla ki mübarizə üçün yəni, anayasa əvvəldə bəri başdan hazırlanıb olacaqdır da belə bir tələb özü də doğru deyil. Biz bu zehniyyəti yarada bilmişik ki, hizbləşək, partiləşək və istiqlaliyyətimizə görə işğala qarşı mübarizəni aparaq və bunu formalaşdırmışıq. Bunun üzərinə demək, nizamnamə, yol xəritəsi də hazırlayıb. Bunun fəlsəfi, ideolojik boyutlarını hazırlayıb və yola rəvan olmağa çalışır. Yoxsa əgər oturaq ki, məsələn, anayasa hazır olsun da sonra mübarizə etsin, bu məntiqli deyil. Təbiidir ki, əgər burada bizim gediş məsələsində bunu tənzimləmə imkanımız varsa, onu qaçırmamalıyıq və onu hazırlamalıyıq və anayasanı demək təşkil eləmək. Amma anayasası olmasa acaba işbirliyi ola bilərmi təşkilatlarla? Niyə olmaz? Əməkdaşlıq olar. Bizim təşkilatlar arası əməkdaşlıq qrupumuz olubdur. Neçə dəfə qurulubdur. Bəlli bir məsələlər üçün işbirliyi aparmışıq. Sonra indi bəlli bir səbəbdən, bəlli təşkilatların yolumuz devam etməsi mümkün olmuyubdur. Və bunlar daha da getdikcə pişkinlik, siyasi peşəkarlıq getirir. Yəni biz hesab edin ki, qurulduğumuz dönemdə nə qədər təcrübəmiz var idi. 5 il ondan sonra nə qədər təcrübəmiz var idi. 10 il ondan sonra və bugün nə qədər təcrübəmiz var. Bunları yürüdükcə daha çox öğrenirik, daha çox təcrübə edirik, daha çox demək əlverişli qərarlar ala bilir və ya icraata keçə bilirik. Onun üçün anayasası yazılmaması, yəni yaza bilməyimiz indi kənardan baxanda bir zəif kimi görünsə də bizim tərəfdən baxanda hələ bir zəif kimi deyil, bəlkə bir çox yolu qət eləmiş bir təşkilat kimi deyirik ki, onu da düşünməmiş də deyilik. Amma edə bilməmişik və onu da bəlkə imkanımız olar hazırlarıq. Və bu ki, hər bir təşkilatın baş amacı qanunsal çalışmaqdır. Nədən və sözləri qanunsuz çalışırlar? Qanunsuz deyil. Bizim qanunumuz var. Yəni, hər bir təşkilatın dediyim kimi prinsipi var. Bunun chartı var, bunun yol xəritəsi var, bunun disiplin bölümü var, bunun mali bölümü var, bunun hər bir şey, yəni bir kuralı var. Hərcmərc deyil ki, təşkilatdır. O sizin dediyiniz qanunsuzluq fərdlərdə olar, təşkilatlarda olmaz. Əcəba təşkilatların qanunları partinin liderinin iradəsidirmi? Deyil.
həqiqi bir hizbdə əsasında hizb buna görə hizbləşmə var da. Hizb liderdir, hizb rəhbərdir. Hizbin prinsipləri, belirlədiyi prinsiplərlə ki, qılavuzdur, yolu göstərirdi. Buradan gedəcəksə, o belirlənib yol. Rəhbər kimdir? Rəhbər o belirlənmiş yolu gedən adamdır. Onu birinci həmahəng eləyəndir. Bunun dəyişik qollarını bir ortaya gətirib o belirlənmiş, çizilmiş yolu gedəndir. Rəhbərin burada icradan başqa bir rolu yoxdur. Rəhbər burada qanunun üstündə deyil və ya demək yoxdur. Azərbaycanda əgər bugünkü milli şuur olmuş olsaydı, bugünkü millətçilik olmuş olsaydı, yəqinən o dönemdə Türkmenistan dövləti dəstəyinə gedib və onu dövlət olmağa kömək eləmişdi və ardıca onunla yanaşı Azərbaycan dövləti də qurulmuşdu. Əlbəttə təşəbbüslər olub, buna qalxmalar olub və nümunəsi də demək Azərbaycanda Sədıq Xiyabanı Azadistan dövləti və demək Azərbaycan Milli Hökuməti bunların bariz nümunəsidir. Əlbəttə ki, təşkilatlar birlik qurmaq üçün, yəni dövlət qurmaq üçün təşkilatların birlikdə fəaliyyət edilməsi, etilaf qurması vacibdir. Bəzi hallarda demək indi bunların bu partilərin içində daha güclüsü varsa ki, bunu qura bilirsə, etilafsız da buna gedə bilər. Amma hər halükarında bir geniş cəbhədə Azərbaycan təşkilatları birləşə bilərlər. Biz bu amaca görə də 2006-cı ildə biz bir xordan olaylarından sonra cəbhədə qurduq. Amma nə yazıq ki, təşkilatlarımız iştirak eləmədilər. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi o zaman quruldu. Orada əlbəttə iştirak eləyənlər məhdud sayda təşkilatlar iştirak elədilər. Amma çoxu dəvətlilərin çoxu gəlmədilər, qatılmadılar. Və o iştirak edənlərin də hətta mübahisələrin arasında federalistlər də çəkildilər məsələdən. Bir neçə təşkilatla quruldu və bir neçə müddət fəaliyyətdən sonra, bəyanatdan sonra orada dayandı. Daha sonra həmən başqa bir təşkilatın adı kimi indi fəaliyyət eləməkdədir. Ancaq bunu demək istəyirəm ki, bu təşkilatlar demək, yəni birliyi təmin eləmək üçün təşəbbüslər olubdur və ondan sonra da yenə də ayrı birliklər qurulubdur. Demək keçici birliklər qurulubdur və bəzi hallarda da heç məsələn daha öncədən planlanmış ya nizamlanmış deyil, qeyri-adlı bir şəraitdə anında təşkilatlar bir araya gəlib və bir mövqe sərgiləməyi də bacarmışdı. Bunlar müsbət nöqtələrdirlər ki, bunları da qaçırmamaq lazımdır. Yəni təşkilatlar bir yerə gəlməkdən çəkincələri yoxdur. Yəni önəmli məsələdir və bunu da demək bir çox dönəmdə biz denəmişik və yenə də inanıram ki, bacaracaq. Əgər Türk bireylər və ya təşkilatları dövlət qurmaqdan qorxurlarsa, kim ya hansı güclərlə bəkləyirlər ya ta onlar üçün bir dövlət qursun. Belə bir təşkilat ki, qorxsun dövlət qurmaqdan, belə bir təşkilat tanımırıq. Ən azından öz təşkilatımızın haqqında deyək ki, nə ki qorxmuruq, bəlkə cəsarətlə də dövləti qurmağa yürüməkdəyik və yürüyüb də heç kimsədən gəlib bizə dövlət qurmasını bəkləmədən dövlətimizi özümüz quracaq. Yəni İran fars işğal rejiminin kəlləsindən vura-vura Azərbaycan prezidenti demişkən iti qovan kimi qovub Azərbaycandan çıxarıb, Güney Azərbaycandan çıxarıb və Güney Azərbaycan Cumhuriyyətini quracaq. Bunun üçün nə kimsənin izninə ehtiyacımız vardı, nə kimsədən gözləyirik ki, gəlsin bizə dövlət qursun versin. Əlbəttə, hər kəsin himayəsinə də talibi. Amma
heç kəsdən izin istəmirik. Və heç kimsəni də gözləmirik gəlsin. Gəlib quranlar əslində müstəqil deyil, manda dövlət olan. Yəni birisi gələr oranı tutar, birini qoyarsa, o vabəstə bir dövlətdir. Biz müstəqil dövlət istəyirik. Müstəqil dövləti də demək o işğalçını öz gücü ilə və ya bəzilərinin etilafı ilə vurub çıxardıqda və o bağımsızlığın milli mənfəətlər üzərində qoruduğun təqdirdə olar bağımsız dövlət. Yoxsa başqası gəlib qurarsa, bu da bir başqa nə olacaq? İşğal olacaqdır. Ona qarşı da mübarizə vacib şərtdir. Əgər siyasi mədəni fəallar, bireylər və təşkilatlar bugün dövlət qurmaq üçün bir ortaq düşüncəyə gələ bilmirlərsə, gələcəkdə bunlar dövlət qurmaq imkanları nə qədər ola bilir? Bu təbii ki, təşkilatların demək bir araya gəlib gəlməməyi o mövzulardan asılıdır. Bizim əgər məsələ təşkilatlar demək olub dediyim kimi bir işbirliyi mərkəzləri ya bəlli bir məsələlər üçün bir araya gəliblər və yenə də gələ bilərlər. Bunun da bir mənfi nöqtəsi yoxdur. Ancaq hər təşkilatın da özünün prinsipləri və hədəfləri var. Yəni əsasən o da onları bir-birindən ayıran bir və ya başqa göstərən bir element və tərifdir. Yəni bu dövlət qurmağa mane deyil, ya imkansızlıq deyil. Dövlət qurmaq üçün dediyimiz kimi, daha belə dediyimiz kimi, əgər içimizdə güclü bunu təkcə başına yerdə biləcək bir parti varsa, təbii ki, başqa partiləri gözləmədən bunu eləyəcəkdir. Yox, o durumda deyilsə, yəqin ki, o digər partilərlə birləşib bunu etməyə təşəbbüs göstərəcəkdir. Ancaq əsas olan burada partilərin, güclü partilərin olmasıdır. Biz Azərbaycan Milli Hərəkatı belə güclü partilərə malik olduqda həm o etilaflar rahat olarlar, həm daha yəni bir-birlərinin gücünü dərk edərək bir-birlərinə ehtiyaclarının olduğunu da zərurətinə gəlib və təfahümə erişib birlik qura bilərlər. Bu qədər dağınıq təşkilatların və bireylərin dağınıq olması normaldır. Bireyliyə, yəni dedi ki, bireylik nəhayətdə belə nə qədər də mübarizə eləsə, axırı anarşi hərc-mərcidir. Və o nə ki xeyri olmayacaqdır, bəlkə daha da zərərli olacaqdır. Ona görə biz gücümüzü təşkilatlara qoyuruq və təşkilatların üzərində yoğunlaşmalıyıq. Bireylərin deyil. Əslən, bireylik bir dedik ki, insanların öz başına olduqları, istədikləri kimi eləsinlər, istədikləri zaman gəlsinlər meydana, istəmədikləri zaman qaçsınlar, məsuliyyətdən çəkinsinlər. Biz bunun tərəfində deyil, tərəfdarı deyilik. Ona görə təşkilatları müxatəb alırıq. Biz əslində bireyləri müxatəb almırıq. Yəni bireylərlə dedik ki, onları ciddi almırıq. Ciddi olan bir mübariz istəyirsə, illaki gücünü birləşdirməlidir. Ona görə də hətta məsələ bir çox hallarda olubdur, birliyə məsələn təklif ediblər ki, məsələn bireylərdən də qatılsınlar. Biz Güney Azərbaycan İstiqlal Partiyası olaraq müxalifət eləmişik. Bir təşkilatla bir birey eyni deyil. Onları geçsinlər, yığışsınlar, bir təşkilat qursunlar, yazsınlar. Bir sistemləri olsun. Biz bilək ki, kiminlə tərəfi, nə sistemlə tərəfi. Adam səhər telefonunu qapatsa, bağlasa, ortalığa çıxmazsa, adresini dəyişsə, biz nəyin üzərində biz demək hesab edirik. Ona görə bireylərə deyil, biz təşkilatlara dəyər veririk. Təşkilatların işbirliyinə və əlbəttə ki, təşkilatlar bunu eləməyə də, dövlət qurmağa da bizə görə qadirdir. Ən azından biz bunu özümüzdə hiss edirik. Və Güney Azərbaycan özündə bu güvəni hiss edir ki, dövləti qura bilər və bu xalqın, millətin də himayəsini alıb dövləti illaki quracağımıza da əminik. İran Fars sistemi
sizin vətəndaş adlandırdığınız insanları tutur, işgəncə edir, ittihamlara məruz qoyur, mühakimə və mücazat edir, hətta öldürür. Siz bir siyasi təşkilat olaraq bənzər sistem qurmaya yönəlməmisiniz. Düşmən adlandırdığınız qurumlara və başçılarına dövlət və hakimiyyət sisteminə yaraşan yol yöntəm ilə cavab verəsiniz. Düşmənin başçılarını mühakimə edib hökm verəsiniz və onları bir siyasi, hüquqi iradə və varlıq kimi qarşılıq verəsiniz ya edəsiniz. Əlbəttə bu bütün inqilabçı qurtuluşçu qrupların amacındadır və biz bunu dəfələrlə demişik. Əgər bugün zülm altındayıq, buna görədir ki, bizə zülm edənləri cəzalandırmamışıq. Əgər biz demişik ki, xalqımıza Güney Azərbaycan İstiqlal Partisi olaraq demişik ki, Güney Azərbaycanı İran fars işğal rejimi muzdurlarına cəhənnəmə çevirməliyik. Orada bir paslar addımlaya bilməməlidir. Orada kimsə demək İran mənfəətini qoruyan hər hansı bir məmur muzdur nəfəs ala bilməməlidir. Orada demək kimsə farsça əmir verə bilməməlidir. Və bu cinayətkarların aranmasını, axtarılmasını, təqib edilməsini, tanınmasını və yerində zamanında cəzalandırılmasını üçün tapşırıqlarımız parti mənsublarına verilmişdir. Əlbəttə ki, biz bunları etdikcə, bunları icraya qoyduqca qarşı tərəfin demək qorxusuna səbəb olub daha ciddi vəhşilikdən, əməllərdən uzaq duracaqlar. Ona görə biz də eyni sistemi oluşturub, yəni onlara qarşılıqdır. Keçən söhbətlərimdə dedim ki, hər bir yanaşma öz dili ilə cavab verməliyik və ona görə də biz Azərbaycan Milli Hərəkatını ciddi mübarizəyə, ciddi qurtuluş savaşına hazır olmağa və bu istiqamətdə də İran muzdurlarının, cinayətkarlarının tanınmasına, arşivləşməsinə, bilgilərinin toplanmasına, mümkün yerlərdə onların cəzalanmasına qalxmağa dəvət eləmişik və də edəcəyik. Bu şərtlərdə necə mübarizə edirsiniz, mübarizənin nə qədər anlamı qalır, bu mübarizə formu sizi razı salırmı? Bunlara gəldikdə üçünü bir məsələdə deyim ki, biz bir məsələ mənfi, yəni o olmayan ya boş tərəfinə baxır qəzavət elərik. Bir də görək ki, bunun nə qədərsini yerinə gətirmiş olduğumuza. Əlbəttə, bugün Azərbaycan Milli Hərəkatının bu günə qədər gücü yetişməyib ki, məsələn, Xameneyini və ya hər hansı bir muzdurunu gətirsin, otursun kamera qabağında, məhkum elətdirsin, mühakimə eləsin, hətta ona bir dənə vəkil də versin və sonra cəzasını da çəksin. Amma oraya gəlib yetişənə qədər bir partinin quruluşundan hakimiyyətə yetişənə qədər məsafənin söz konusudur. Yəni elə qurulduğu bir gün mübarizə bunu eləyəcəkdir deyə bir kural da yoxdur. Və ya əgər bu məsələni eləyə bilmirsə, bəs mübarizə yoxdur, o da kuraldır. O da doğru bir məsələ deyil. İndi mübarizənin aşamaları vardır. Hansı aşamada, hansı gücə maliksiniz, nəyi eləyə bilirsiniz? Buna bölgə, buna təşkilatın mövqeyyəti, bölgə mövqeyyəti, dünya durumu buna uyğun mudur, deyil midir? Və yəni onlardan daha ziyadə bunlar xarici amillərdə dünya durumu, amma təşkilatın öz durumu daxili əsas məsələdir ki, acaba buna yetişib-yetişməyibdir. Yetişməyibsə bu istiqamətdə hərəkət edir. Yəqin ki, onları cəzalandırmaq üçün bir taktiki var, bir sistemi var, bir hədəfi var və belə yanaşılmalıdır. Yəni nə ki, biz Çün məsələn bu günə qədər Rəhmanla Neystanını ki, o böyüklükdə təhqir eləmişsin, daha da qaçıb gizlənibdir. Biz bunu demişik, bunu Azərbaycan cəzalandırmalıdır. Əgər tapıb elə bilməmişiksə, bu bir zəfi də sayılmamalıdır ki, bəs mübarizənin anlamı nədir? Mübarizə eləyirik, orada qaçıb qorxusundan gizlənibdir. O dində adını dəyişib, şəklini dəyişib. Elə olur ki, məsələn,
Təbrizə gələndə biləndə məsələn Ruhani gəlib məcbur olur Türkçə danışsın. Bunu belə bəs başarmışıq. Və ya məsələn Təbrizə gələndə nə qədər mühafizə ilə gəlsin Azərbaycan cəmiyyəti. Demək bunu başarmışıq. Məsələn Xameneyə gələndə qaçaq gəlsin, gizli gəlsin, qaçsın. Və ya məsələn Əhmədinəcad qarşısında bozqurtlar çıxır, bu da bozqurtlara bozqurt işarəsi göstərir. Yəni ki, onlar qorxuya düşüblər. Biz bu qorxunu yaratmışıq. Biz bu qorxunu bu düşməndə yaratmışıq. Bu dərəcədə bu qədər yol getmişik, yol kəsmişik. Biz buraya gəlmişik ki, bugün istiqlal deyil xalqımız. Biz buraya gəlmişik, bugün milli hərəkətdə bir simgələr qoymuşuq. Bozqurt simgəsi, demək, bayraq qoymuşuq ortalığa, istiqlaliyyət qoymuşuq ortalığa, taktik strateji qoymuşuq ortalığa, sistemli mübarizə qoymuşuq ortalığa və bu da gedir ki, uğur qazansın. Ona görə çün filan əməl ola bilmir, müşəxəs bir şeyə yetişməmişik, bəs mübarizənin nə anlamı var? Çox anlamı var. Çünki bizi mən Salih Yıldırım olaraq bizi bu yola çəkən olmayıbdır. Bizi rəhbərlik edən olmayıbdır. Biz bir heçdən bir şey qurmuşuq. Təşkilat qurmuşuq, gəlmişik, bu nöqtəyə yetişmişik. İndi buradan sonrasını da xalqımızın, millətimizin himayəsini, iradəsini, gəncliyimiz alıb daha uğurlu yerlərə daşıyacağına 100% imanımız və inancımız vardır. Yəni bu qədər yolu qət edən bir hizb, bir siyasi mübarizəni görməməzlikdən gəlib də bu sizi bunun nə anlamı qalır və ya sizi razı salır? Razı deyilik. Razı olsaq o zaman razı oluq ki biz dövlətimizi qurmuş olaq. Bir mübarizə insan üçün əsasən mübarizə bitmir. Hər daim davam edir. Çünki hər daim sizə qarşı fitnələr, tohtələr, əsarət almalar, demək baskılar vardır və hər daim də siz mübarizə aparırsınız. Yəni mübarizə əsasən demək devam edir. Ona görə bugünkü durumumuzdan razı mı yox? Deyilik. Amma əcəba mübarizə eləyirik. Çünki çox yolu da məsafə eləmişik. Düzdür, yetişməmişik hədəfə. Düzdür, düşmənləri cəzalandıra bilməmişik. Amma bəlli ölçüdə düşmənin canına qorxu salmışıq. Amma bəlli ölçüdə xalqımızın içində birlik yaratmışıq. Amma bəlli ölçüdə xalqımızın içində milli müqaviməti yaratmışıq. Bəlli ölçüdə təşkilatlanmanı yaratmışıq. Bəlli ölçüdə demək simgələrimizi belirləmişik. Siz indi baxın məsələn siz Güney Azərbaycanda bir bozqurt məsələsinə baxın. Bunu deyə bilərəm ki, böyük cəsarətlə deyirəm bu bozqurt simgəsi ki, birlik işarəmizdir və bütün eylemlərimizdə oyun, futbol meydanlarından, voleybol meydanlarından tutdu, qanlı savaşlara qədər, qurtuluş savaşlarına qədər göstərdi. Burada İstiqlal Partiyasının çox böyük əməyi olubdur, payı olubdur və ya şüarlarımızın belirlemesinde, yol ve stratejimizin, taktiklerimizin belirlemesinde büyük rol olubdur ve olmaktadır. Ona göre mübarizə başlayıb, çoxdan da başlayıb, yavaş-yavaş başlayıbdır, get-gedə hızlanır, sürətlənməkdədir. Və də bir gün bunu hədəfə yetirəcəyi, yəni istiqlaliyyətə yetirəcəyinə də inanırıq. O baxımdan da nə mübarizə demək, necə mübarizəsiz ya nə qədər mübarizə anlamı vardır, bundan razı deyilik. Amma bu mübarizə formu bizi razı eləyib. Bunu bacarırıq, yəni buna qədər, indi imkanlarımız buna yetir. Sabah bizim əgər 10 dənə qurdan təşkil verə bilsək, o zaman da başqa fəaliyyətlərimizi orada görəcəksiniz. Yolların üzərində işləyirik, onları da formalaşdırmağa çalışırıq. Onda görəcəksiniz ki, bizim də demək ordumuz, demək milişiyamız, qurdanlarımız buradan əməliyyatlarını eləyə, torpaqlarımızı azad eləyə və ya düşmənləri cəzalandıra ilərləyə. Bu da bizim təbii haqqımızdır. O da planımızda, stratejimizdə, taktikimizdə, taktikimizdədir. Strateji hədəflərimizin uğrunda onlardan da kullanacaq. Gələcək siyasi sistem haqqında sual verirsiniz ki, müstəqil ya federal məmləkətimizin
gələcək idarə sisteminin necə görürsünüz? Mərkəzi yönetim, federal yönetimi, neçə mərhələli yönetim. Azərbaycanın demokratik formada sekular demokratik ayrılmaz bir hissəsidir bunlar. Amma hansı sistemdə olacaqdı idarə sistemi? Bunu demək federal sistemdə ola bilər. Əgər Azərbaycan demək bizə əhəmiyyətli olan Azərbaycanın istiqlalıdır. Yəni bizim əsasında missiyamız Güney Azərbaycan İstiqlal Partisi olaraq istiqlalı əldə etməkdir. Təbii ki, istiqlalın ardından Güney Azərbaycan Cumhuriyyətini müstəqil cumhuriyyətini qurmaq istəyirik. Bu cumhuriyyət federal formasında idarə ola bilər, bu mərkəzi sistemdə də ola bilər. Federal sistemində idarə olursa, o idari federalizm olacaqdır. İndi bu idarə üçün Azərbaycanın rəsmi siyasal adı üçün hansı adı təklif edirsiniz? Güney Azərbaycan Cumhuriyyəti, Güney Azərbaycan yəni ən qısası ilə Güney Azərbaycan Cumhuriyyəti olar. İndi yenə də bu bizim təklifimizdir. Sabah nə olar, nə ad daşıyar, o başqa bir məsələdir. İndi bir çox bayraq var, sorulardandır. Siz bayraq haqqında hansı düşüncəni daşıyırsınız? Bizim təbii ki, təklif edilmiş bayraq var, Azərbaycan bayrağıdır. Bizcə Azərbaycan bayrağına heç bir dəyişiklik, yəni onun bədənəsində, vücudunda, oluşunda, quruluş tərkibi, rəng tərkibi, ayıldız tərkibində hər hansı bir dəyişiklik eləmədən ancaq Güney Azərbaycanı nümayiş etdirə biləcək bir farqla olunmalıdır və o yüzden də Güney Azərbaycan İstiqlal Partiyasının bugün demək daşıdığı və əsasında milli fəalların tərəfindən Güney Azərbaycan bayrağı kimi sunulan və dəfələrcə modifiyə olub bu forma düşən Güney Azərbaycan İstiqlal Partiyasının da tərəfindən mənimsənmiş və bir çox milli fəalların və başqa qurumların da tərəfindən mənimsənmiş, amma yəni qəbullanmış, amma rəsmən elan olunmamış ən uyğun demək bayraqdır. Yəni ki, bu bizim bütün həm mübarizəmizi əks etdirir, yəni Azərbaycanın bayrağıdır, üzərində sadəcə sərhəddi göstərən araz burada daha formal yəni o sərhəddi sadə bir formada nümayiş etdirir. Nəticə etibarilə dövlət sərhəd qaldırılanda dövlət də birləşir, bayraq da birləşir. Yəni bayrağımız eyni bayraqdır, Azərbaycan bayrağıdır. Təbii ki, eyni adda iki dövlət olmaz və bizim də istiqlal günümüz, müstəqil olan günümüz bütöv Azərbaycan günü deyil. Bunu hər kəs qəbul eləməlidir ki, istiqlaliyyətdən bütövlüyə qədər bir məsafə biz gedəcək. Bu indi 5 il olar, 3 il olar, 5 ay olar, 10 il olar, onu o zaman göstərəcəkdir. Hansı maneələr var, nə formada gedə bilirik, nə sürətlə gedə bilirik. Bu bütövləşmə nə qədər zaman aparır, ancaq o zamanlara qədər o bölgədə bu bayraqsız ola bilməz. O yüzden də Güney Azərbaycana ən uyğun bayraq demək Güney Azərbaycan İstiqlal Partiyasının qəbul elədiyi və sunduğu Azərbaycan Güney Azərbaycan dövlətçilik bayrağı nə adı daşıyırsa daşısın. Güney Azərbaycan İstiqlaliyyət bayrağı, Güney Azərbaycan dövlət bayrağı. O zamana kimi ki Güney Azərbaycan terimi var, o zamana qədər də Güney Azərbaycan bayrağı olacaqdı. Yəni o zaman ki Güney-Quzey terimi qaçdı, Azərbaycan terimi oldu, onda burada bayraq da olacaq Azərbaycan bayrağı. Yəni Azərbaycan bayrağını hər hansı bir ənəcuş formaya salmadan, ucun qulağını kəsib başqa ölkənin bayrağını qəbul etmədən, bəziləri, məsələn, Eritrenin bayrağını qəbul ediblər.
tərsə çeviriblər. Yəni Eritreyanın bayrağını gidin tərsə çevirin. İndi o bəzilərini götürdü. Bu əsasında Azərbaycanın demək Güney Azərbaycanın milli davasından, yəni Azərbaycançılıq davasından uzaqlaşma və qabaqda bir maneə yaratmaqdır. Ona görə biz Güney Azərbaycan İstiqlal Partiyasının bugün daşıdığı bayrağı Güney Azərbaycanın bayrağı kimin təklif edir və bu uğurda da mübarizə eləyir və bunu da əminik ki Güney Azərbaycanın bayrağı olaraq görəcəyi. Çünki biz güvənirik ki bu dövləti təşkil edəcək ən güclü partiyayıq və Güney Azərbaycan dövlətini də biz təşkil edəcək, istiqlalını da biz əldə edəcək. Bunun bayraqdarı bizik və nəticədə bayrağımız da Güney Azərbaycanın dövlət bayrağı kimi dalğalanacaq Təbrizdə və demək bütün soydaşlarımıza da tövsiyə edirik ki, bu bayrağın yaygınlaşmasında, ümumiləşməsində yardım eləsinlər. Çünki sadəcə bir o gündəki sərhəd qaldırılır həqiqi mənasında. O gündə də bu bayraqları büküb Azərbaycanın bayrağı, yəni eyni bayraq, o sərhəd elə bayraqda da götürülür, qaldırılır. Bayraq da birləşir, dövlət də birləşir, millət də birləşir, vətən də birləşir. Bu ən münasib bayraqdır və ona görə də bunu qəbul eləmişik, ona görə də bunun üzərində mücadilə edirik və başqa heç bir bayrağı da, heç bir təklifi də qəbul eləmirik. Əcəba müstəqil amma federal Azərbaycanda hər federalın özünə özəl bayrağı, parlamentı, dövlət olacaqmı? Federalın mənası odur zaten. Yəni əgər bu demək simgələri, bu parlamenti, bu özəllikləri yoxsa o zaman federalın bir mənası yoxdur. Yəni federaldırsa yəqin ki o özünə bayrağı da olmalıdır, özünə simgə, özünə parlamenti də olmalıdır. Azərbaycanın bütün əyalətlərinin simgəsi, bayrağı, yəni Azərbaycan bayrağı ilə yanaşı o bayrağı da daşımalıdırlar və parlamentləri də mütləqa olmalıdır. Əgər federal formada idarə eləyiriksə. Bizim təşkilata görə siyasi hüquqi düşüncəsində millətin məclis ya məclisləri olmalıdırmı? Əlbəttə ki, olmalıdır. Məclissiz dövlət demək diktator olar və məclisinə də seçimlərinə də biz inanırıq ki, daha əlverişli bir formada ki, xalq həqiqətən istədiyini, nə ki təbliğatın və ya sistemin çıxarmaq istədiyini, bəlkə xalqın seçə bildiyi nümayəndələrdən oluşan məclis və Güney Azərbaycan İstiqlal Partiyasının məsuliyyətlərindən birisi də budur ki, Güney Azərbaycan dövlətini, müvəqqət dövlətini qurduqda, keçici dövlətini qurduqda həmən ardından məclisi qurmağa təşəbbüs eləməlidir. Yəni şəraiti hazırlamalıdır, məclis yeri, məkanı bəlli olmalıdır və adaylar adaylığını verib adaylığını verdikdə seçim şəraitini, əmniyyəti təmin eləməlidir ki, seçim olsun, azad seçimlərdə nümayəndələr seçilib və məclis fəaliyyətinə başlasın. Nədən indi və sürgündə bir məclis yaratmağa çalışmırsınız? Bunun bir seri çətinlikləri var. Əsasında qurula bilər, illa da qurulması bir qanun kimin deyək olmalıdır, elə də deyil, amma qurula bilər. Qurmasaq da eləyə bilərik, amma məclisi qursaq da rahat olar. Ancaq bu məclisi indi qurulması üçün çalışmırsınız, doğru deyil. Çalışmışıq da amma bu ad kullanılıb, işlənilib və ya daha əvvəldə dediyim kimi bir türlü etibarsızlaşdırılmağa çalışılıbdır. Yenə də təbii ki belənçi bir birliklərin yaradılmasına cəhd göstərməkdə nə qədər bacaracaq, bunu da zaman göstərəcək.
Bunlar siyasi təşkilatlarımızın, partilərimizin biçginliyindən daha çox açıqdır. Yəni iddialarından çox mövcudiyyətindən daha çox açılıdır. Və bir mekanizmin oluşması, yəni bir məclisin təşkili üçün bir çox şeylər lazımdır. O cümlədən də əsaslı mekanizmdir. Hansı mekanizmdə bu məclisin nümayəndələri belirlənəcək? Biri budur ki, müstəqil ölkəsiniz, gəlib əmniyyət yaratmışsınız və xalq əmniyyət içində rahatçasına çıxıb adaylarını verir və sandığa gedib rəyini bildirə bilir. Biri də bir gizli fəaliyyətin içində, sürgün bir fəaliyyətin içində, hətta bir çoxları məsələn bugün açıq meydana çıxıb fəaliyyət göstərmədiyi bir təqdirdə məclisin qurulması təbii ki, bir seri nüqsanlarla tərəf olacaq. Məgərin ki, orada güclü partilər ola, o partilər bu məsuliyyəti ala üzərinə hərəsi məsələn 5 nümayəndə, 3 nümayəndə, 10 nümayəndə qoya ortalığa bir sembolik bir məclis düzədərlər. Bunun biz tərəfindəyik. Yəni təşkilatlar güclənsin və təşkilatların hər bir təşkilatın gücünə görə, fəaliyyətinə görə anlaşılsın və onların sunduğu nümayəndələrə görə də məclis qurulsun, sürgündəki məclis qurulsun. Bu daha əlverişlidir ki, çünki ayrı bir mekanizmimiz yoxdur məclis nümayəndələrini belirləməyə. Məclis İstiqlal Savaşından sonra ya İstiqlal Savaşından erkən ilkin qurulmalıdır. Məclis əlbəttə ki, həqiqətən yəni o sürgündə məclis indi də qurula bilər. Təbiddə məclis, keçici məclis, amma məclis dövlətdən, yəni dövlət iki şərt var. Birisi budur ki, sənin dövlətin var. İstəyirsən o dövlətdə təbii ki, məclisi qurmaq mövcuddur. Yəni dövlət həmişə məclisdən əvvəl gəlir. Cəhd dövlətimiz ola ki, bu şəraiti düzəldə məclis də qurulur. Bizim kimi istiqlaldan öncə məclis əgər sürgündə qurula bilirsə olar. Amma əslində əsası xalqın, millətin məclisi, həqiqi mənasında məclisi istiqlaldan sonra qurulacaqdır. İndiki qurduğumuz məclis mümkünü milləti tam olaraq təmsil edə bilmir. Yəni millətin rəyi olmayacaq ki, indi biz bir mekanizmimiz yoxdur ki, məsələn Təbrizdən rəy alaq, rəyinizi verin, biz sizə məclis olur. Bunu bir sembolik məclis olur. Amma həqiqi məclisi təbii ki, istiqlaldan sonra, dövlət qurulundan sonra dövlət və əmniyyəti düzəldəcək, yaradacaq, şəraiti yaradacaq və insanlarımızda bu demək əmniyyət hissi olacaqdır ki, rahat geçsin sandığa, səsini versin, rəyini versin və istədiyi adayını və ya aday olanlar da bu hiss olacaqlar. Qorxmasınlar, gəlsinlər, çıxsınlar, ona adaylığını versinlər, planlarını qoysunlar və gəlsinlər, geçsinlər məclisə. Bu yəni məclis istiqlaldan demək, sıravı desək, həqiqi mənasında məclis istiqlaldan sonra gəlir. Məclisin ya məclislərin qurulma sistemini necə planlarsınız? Biz dedik, İstiqlal Partisinin nizamnaməsində var ki, Güney Azərbaycan İstiqlal Partiyası müvəqqət dövlət vəzifəsinin öhdəsinə alır və bu sürədə 6 ay içində məclisin qurulmasına və seçkilərdən sonra, məclis qurulduqdan sonra demək, xalqın rəyi ilə prezident seçildiyindən sonra dövləti intiqal eləməyə mükəlləfdir. Və bu, yəni müvəqqət dövlətin sürəcində indi İstiqlal Partiyası bunu edirsə, necə dövlətin qurulması üçün, məclisin qurulması üçün əmniyyəti sağlamalıdır, sərhəddatı qorumalıdır, xalqın daxildə əmniyyətini təmin eləməlidir və güvən ki, təbliğatın demək, adil formada adayların təbliğatı və nəticədə xalqın direkt rəyi ilə, müstəqim rəyi ilə seçilib məclisə gəlmələrini sağlamalıdır. Bu aşamadan geçməlidir məclis əsasında. Məclis nümayəndələrinin özəllikləri nə olmalıdır? Onu anayasa belirləyir, biz deyil, onu anayasa belirləyir. Təbii ki, məmləkətimizin, Azərbaycanın indiki bu durumunda və ya bu müddətdə Azərbaycanın əleyhinə fəaliyyət eləmiş, qan tökmüş, cinayət işləmiş, xalqımızı sərkub eləmiş unsurlar, muzdurlar
burada meclisə yol tapa bilməzlər. Yəni bunun illaki bir səlahiyyət sistemi olmalıdır. Özellikle de Azərbaycan mənfəətlərini mənimsəmiş, daha milli ruha malik insanların oluşmasını tercih edək. Ancaq bunu yenə də anayasa belirləyəcək. Bunun sərhəddatını, bunun kimlərin məclisə girib girməyəcəyini anayasa belirləməlidir. Meclis nümayəndələrinin səlahiyyət məsələsi necə görünməlidir? Onu da dedik, əgər bir cinayət işləyiblərsə, hər hansı bir cinayətdən dolayı cinayi sabiqəsi olanlar məclisə girə bilməzlər. Bunu genel formadır, umumi formadır. Biri məsələn oğurluq edib, biri məsələn qətl edib, biri təcavüz edib, biri xəyanət üzündən suçlanıbdır, cəza çəkibdir, məhkəmədə çəkibdir. Onların məclisə keçmək hüququ yoxdur. Rəy də verilsə, ən azından onlara elə bir şərait olmamalıdır ki, rəy məqamına gəlsin ki, biriləri çıxsın ona rəy versin. Nümayəndələrin azadlıqları harasında onu məmləkətin konstitusiyası qəbul edir. Nümayəndələrin azadlıqları hər bir şey tartışmada ən yüksək qərar verici mərkəzdir. Nümayəndələr və onu anayasada belirlənib. Demək, o yasa daxilində heç kimsə bunları məhdudlaşdıra bilməz və hətta nümayəndələr cani əmniyyətləri var. Yəni olmalıdır, təmin olunmalıdır ki, fikirləri üçün səsləndirdikləri və ya intiqad ya iləri sürdükləri hər hansı bir maddədən nümayəndəlik dönəmində irəli sürdükləri məsələlərdən hər hansı bir qanun və ya tətbiqata, həbsə filanızada məruz qalmasın. O təmin olunmalıdır ki, nümayəndələr rahatcasına rəylərini verə bilsin, nəzərlərini deyə bilsinlər. Hansı şəraitdə nümayəndələrin hansı azadlıqları qısıtlanar ya qısıtlanmalıdır? Savaş şəraitində məclisin ümumiyyətlə fəaliyyəti möhtəmələn bəzi tartışmaları bəlkə ola bilər. Amma bunun dışında məclis heç bir şəraitdə qısıtlanmamalıdır. Məclis azad olmalıdır, nümayəndələr də fəaliyyətlərini eləməlidirlər. Vətən qavramına gedən ən aşağıdan üstə görürsünüz, yoxsa üstdən aşağıya bir bütün varlıq kəndlərin, burada dəqiqən ki, kəndlərdən söhbət oxuya bilmirəm bu kəlməni. Vətən qavramı, vətən bir bütövdür. Vətəndə hər bir qarış torpaq əhəmiyyətlidir. Hər bir yeri dəyərlidir. Heç bir santimetri də kimsəyə verilməz, müzakirə edilməz. Onun üçün son damlaya qədər mübarizə olunur. Vətən qavramı ilə şəhərçilik, yerçilik və qavramın necə birləşdirmək istəyirsiniz? Yəqin ki, şəhərçilik, yurtçuluk demək istəyirsiniz. Tabii vətən ölkənin idarəsində şəhərçilik demək bölgələr, şəhərlər, bölgələr bunlar qaçınılmazdır və bunların özlərinin idarə sistemi vardır, bələdiyyəsi vardır, şəhərin bələdiyyəsi vardır və məsələn iyalətdirsə onun valisi ya üstandarı vardır, ya məsələn balacadırsa onun başqa bölükdə yenə də qavernör, yəni bunlara qavernör deyilində munisipal mı və ya iyalət mi ya federal mı, orada dəyişilir. Olan hamısının demək idarəçilikdə yenə də qanun belirləyəcək. Qanun ana yasanın içində hüquqları belirlənir və idarəçiliyi də belirlənir. Nümayəndələr seçilmiş məhəllənin, şəhərin nümayəndəsidirlər, yoxsa tüm müstəqil torpaqların
nümayəndəsidirlər. Əlbəttə ki, bunlar hamısı ümumiyyətlə o müstəqil ölkənin taleyini belirləyir və burada hamısının hüququ vardır. Biri hamısının deyil, biri bütün Azərbaycanın deyil, amma eyni zamanda da seçildiyi bölgədə də bir cavabdehlikləri vardır. Orada yəqin ki, rəy aldıqları insanlardan bir vədlər veriblər. Oranın dərdini, deyək ki, məsələn, indi Çulpanın dərdini təbii ki, biz gedib Ərdəbilin nümayəndəsindən soruşmayacaq və ya məsələn, Şəbistərin nümayəndəsindən, ya Xoyun nümayəndəsindən soruşmayacaq. Və ya, deyək, məsələn, Sulduzun dərdini də gedib hardasa məsələn başqa bir mərəndən və ya başqasından sorumlu tutmayacaq. Təbii ki, bunların hədəsinin öz nümayəndənin alanı vardır. O alanda oranın dərdini daha yaxşı bilir, oradakı çətinlikləri daha yaxşı bilir, xalqın istəklərini daha yaxşı bilir və onları məclisə daşıyıb, qanuna çevirib, qanuniləşdirib, gerçəkləşməsi üçün fəaliyyət eləməkdədir. Mükəlləfdir, adeta belədir. Və dedi ki, o yüzden də bunların həm demək o seçildiyi məntəqə bölgədə məsuliyyətlər var, oradan sorumludular, həm də eyni zamanda bütün ölkənin məsələlərinin qarşısında demək məsuliyyət daşıyır və onun inkişafı üçün kural qanun belirləməkdədirlər. Qadın bölümünə gəlirik. Qadınlar durumunu necə olmalıdır? Qadın kişi bərabərliyi, yəni cins fərqliliyi olmamalıdır və həqiqi mənasında qadın kişi bərabərliyi olmalıdır. Biz bunu sağlamaq üçün partiyamızda böyük çabalar göstərmişik və nizamnaməmizdə də hətta qadınlara daha üstünlük verilməsini tövsiyə edirik. Çünkü geçen 100 il işgal sürecinde Fars, İran kültürü ve eləcə də bunun şiələşmiş, şiə qarışmış qadınlarımızı daha o siyasi həyatdan, ictimai həyatdan və Türk kültüründən uzaqlaşdırmış, kölə bir vəziyyətə salmışdır. Ona göre bu zulmü cübran eləmək üçün qadınlara, xanımlara bir üstünlük də tanınmalıdır ki, o fürsət olsun, gəlib demək toplumda öz yerlərini əldə eləyə bilsinlər. Qadın ziddiliyi, Fars şiəliyinin qanunları tarix boyu qalaqlanıb bu dinləşmiş qanunlara nə edəcəksiniz? Onlar əlbəttə ki, bizim qadın kişi bərabərliyinə, Türk uyğarlığına və hüquqi dünyada tanınmış hüquqlara əsaslanaraq din və məzhəb etkisindən kənarda sekular Azərbaycan qanunları qoyaraq qadın kişi bərabərliyini sağlamağa çalışmalıdır. Dövlət bunu təmin eləməlidir. Azərbaycan, Güney Azərbaycan İstiqlal Partiyası da bunda israrlıdır. Qadınların iş və gəlir haqlarını necə baxırsınız? Qadınlar əgər hər hansı bir qadın bir kişi ilə eyni işdə, yəni erkəklə eyni bir işdə işləyirsə, eyni maaş almalıdır. Cins fərqliliyi qaldırılmalıdır. Əsasında cinsiyyəti ilə nə maaşı, nə siyasi tavırı, nə ictimai məsuliyyəti ölçülməməlidir. Bu demək farsların bizə təhmil elədiyi, farslardan və ərəblərdən din formasında bizə axıb gələn və millətimizin yarısını sıra dışı buraxmağın nəticəsidir. Ona görə qadın və kişi gəliri eyni olmalıdır. Eyni işdə çalışırlarsa, eyni maaşı da almalıdırlar. Qadınlar yüzlərlə, bəlkə minlərlə il zülm olmuş. Bu zülmün cübran etmək üçün hansı müsbət üstünlükləri qadınlara verməlidir? Biz bunu qətiyyətlə tövsiyə eləmişik. Güney Azərbaycan İstiqlal Partiyasının nizamnaməsində maddələrin ən əsaslarından birisidir. Əgər misal hər hansı bir məsuliyyətə
demək, hər hansı bir məqama, siyasi, iqtisadi, hərbi, nə olursa, bunların hamısından mücazət azad olmalıdır. Mütləqa şirkətlərin olan iştirakını təşviq eləməliyik qadınların. Amma əgər bunların hər hansında deyək, 2 adayımız olsa, biri qadın, biri erkək, eyni kvalitədə olsalar, orada biz xalqımıza, yəni İstiqlal Partiyası olaraq qadını tercih edirik, qadının seçilməsini, ona üstünlük verməyi tercih edirik ki, bu arada olan qapı qapatmaq üçün, o boşluğu qapatmaq üçün qadının seçilməsini tövsiyə edirik. Siz Kəbin Mehriyə başlıq biçimi evlənmək şərtlərinin anlamını nə deyirlər, nə deyirsiniz, yəqin ki, sual belədir. Bunlar təbii ki, dini qavramlardılar, dini qaydalardılar, başlıq almaqlar, kəbin filan. Mədəni toplumlarda belə bir şeylər yoxdur və bizim də toplumumuzda bu şərtlər olmaz. İki insan, bağlıq insan, yəni qanuni sinnə çatmış, o sinnin altında olmaz. Amma qanuni sinnə çatdıqdan sonra istədikləri şərtlərdə, istədikləri formada evlənir və buna dövlətin hər hansı bir müdaxiləsi və ya kuralı olmamalıdır. Yəni, əlbəttə ki, hüquqlarını qorumaqda, ailə hüququnu qorumaqda, ailədə ümumi ədalətin sağlanmasında ölkə qanunlarının icrası vacibdir. Ancaq yəni bura başlıq qoyulsun, Mehriyədir, kəbindir, odur, budur. Bunlar dinlərdən axıb gəlib özə adət olunmuş məsələlər. Bunlar uyğun deyildir və yəni əsasında bir qızı satmaq kimi, bir dənə əşya kimi görülüb, o görüşdən asılıb gələn, qaynaqlanan bir düşüncədir. Buna qarşı bir qız satılıq deyil. Bir qız kişinin inhisarında deyil, onu pulundan alsın, kəbinindən alsın, boşananda bunu versin. Qızın da boşama haqqı olmalıdır. Demək, qızın da o evlilikdə yəni rəyi, qızın özünün istəyi əsas olunmalıdır. Nəinki o sünnəti formada verdim, getdi, getsinlər, heç qızın xəbəri olmadan getsin məsələn ər evinə. Belə qanunlar qətiyyətlə demək, ləğv olunmalıdır və belə qaydalardan uzaq durulmalıdır. Qızların aşıq olub ölçü gedib evlənmələrinə necə baxırsınız? Bu modern dünyada bu mövcud bir şeydir. Yəni bunun bir əcaib bir nöqtəsi yoxdur. Yəni bir qız da necə ki bir oğlan öz hissiyatını, öz istəyini, öz tələbini qoya bilir. Bir qız da qoya bilməlidir. Və bunu biz çağdaş ölkələrdə görürük. Amma geri qalmış ölkələrdə, məsələn, İran işğal rejimi kimi geri qalmış ölkələrdə hətta məsələn elə bir zehniyyət yaradıblar ki, o qız istədiyini də belə deməkdən çəkinir və böyüklərinin, ətrafın, dövrənin demək, rəyi ilə ərə verilir ya verilir deyirik, yəni verirlər. Elə bir şey alırsan, qarşısında da bir şey verirsən. Bir halda ki, bu bir ittifaqdır. Hər iki tərəfin istəyi ilə olmalıdır. Qız da, o elçi getməklər onlar adətlər. Qız da eləyə bilər, öz şərikini seçsin, eləyə bilər ki, yox, mütləqa yəni onun rəyi olmalıdır. Bu iki insanın ikisinin rəyi əsasdır. Heç birisinin içində o birisinə üstünlüyü yoxdur. Deyək ki, oğlan istəyir, qız istəməsə də olar, ya qız istəyir, oğlan istəməsə də olar. Deyil. Elə ikisi də bərabər hüquqlu, bərabər formada əgər buna maildirlərsə, bu iş evlilik olar. O evliliyin də kurallarını yenə də ölçə bəlirlir. Yəni, nərci bunlar bir-birinin qarşısında məsul bilir. O evlilik anından sonraki yaşayışlarına əsasında qərar verir. Ki, ondan sonra bunların düzəni ümumi bir, hər hansı bir olur da, evliliklərdə ixtilaflar filanlar gəlir, o necə olsun. Kəbin
bir yönden cehiz, ayrı yönden kızların, oğlanların birbiriyle sevip evlenmelerinin önünde büyük sədd yaratmıştır. Kızların ve kadınların aşık olmak ve eşklerini yaşamak hakları yoktur. Bu tarixsel gəlenəklərə necə baxırsınız və onları necə çözməyin yollarını düşünürsünüz? Bunlar ki, genelde Türk uygarlıklarına terstir. Bunlar başka kültürlerin, dinlerin esasen dinin ve İran Fars kültürünün Şia formasında, yani bu ikisinin karışımından ortaya gelmiş bir demək sünnetler, adetlerdiler. Gereksizdiler. Demək kebin, cehiz, iki nefer birleşir bir aile kururlar. Güclərini necə birləşdirirlər, onların öz iradəsinə buraxılmalıdır və manələr ortadan qaldırılmalıdır. Bundan əlavə dövlətin gənclərə himayəsi olmalıdır. Yəni ki, biz Azərbaycanın ümumi büdcəsindən demək Azərbaycan dövləti o gənclərin ki, evlilik sinindədir, ancaq mali çətinlikdən çəkə bilmirlər, o dövlət büdcəsinə müraciət edərək evlilik bir demək borcu alıp ve beləliklə ailələrini, evliliklərini təşkil eləməlidirlər. Yəni dövlətin demək burada onların evliliklərinə şərait yaratması vacibdir. Gələcək Azərbaycan Cumhuriyyətində biz bunu bir maddə kimi məclisə götürüb təsvib eləməyə və demək gənclərin evlilik döneminde hususi himayetten faydalanmasını sağlamaya çalışır. Çünkü aile bir toplumun esas yaşayış ve devamının garantisidir. Ona göre de daha sağlam ailelerin kurulması için herhangi bir zorunlulukta kalmadan mürəffəh, xoşbəxt ailələrin qurulması üçün dövlət də əllərini çimürüb və şərait düzəldərək bu insanların birləşməsinə, evliliklərin uğurlu olmasına və hətta boşanmaların da daha rahat olmasına, yəni bu cür çətin olmamasına. Çünkü ola bilsin ki, iki insan qərar versin, evlənsin, amma bir müddətdən sonra devam edə bilməsinlər. Bunu qanun çərçivəsində rahatlıklar, kolaylıklar sağlanmalıdır diye düşünürəm. Kadınların ve kızların birçoğunun erkekler kadar mali imkanları yoktur ki iş kursunlar ve işlerini irəli aparsınlar. Onlara hansı mali yardım haklarını düşünürsünüz? Bunu daha evvel de dedik. Kadınlar geçen 100 ildə özellikle de olan sistematik haksızlıkları ortadan kaldırmak için kadınlara bir üstünlük tanınmalıdır. Kadın yani cinsel hukuki gelir olarak cinsel farklılığı ortadan kaldırılmalıdır ve bütün sahələrdə fəaliyyətlərini təmin etməlidir və bir kültürel çətin bir bürhədən keçəcək. Yəni ki, bu geçen 100 ildə sistem elə formalaşıbdır ki, tabii kadınların o rahatlıkta da bu işlere girməsi tabii ki, əvvəl öndə gələnləri olacaqdır və bu belli bir zamanda bu tabu sınacaqdır. Bunda əlbəttə kadınların özlərinin rolu hər kəsdən çoxdur ki, bunun gerçekleşmesi için meydana girib əllərini sıvıyıb və mübarizə aparsınlar. Erkeklerin kadınlara göre iş ve gelir hakları daha çoktur. Sizin teklifiniz bu haqdan nədir? Bu olmamalıdır. Eğer eyni işi görürlərsə, eyni maaşı da almalıdırlar. Yox, ticarətdirsə, ticarət də azad ticarətdir. İndi kimsə yetenəklidir, indi bu qadındır, kişidir, buna kimsə bir kural qoyması mümkün değil. Biri yetenəklidir, ticari zehni vardır, ticarət ilə qazanır. Amma bir işdə işlənirsə,
Yəni bir şirkətdə deyək ki, bir sənətdə, bir istehsal olunan bir yerdə, indi texnolojik bir yerdə, eyni ixtisasda, eyni insanlar, eyni bir qadın, bir kişi eyni dərəcədə, elmi dərəcəsində ya təxəssüs dərəcəsində, təcrübə dərəcəsində çalışırsa eyni maaşı da almalıdır, mütləq. Burada nöqtəni qoyuruq, ayrı bir bəhs yoxdur. Qadınların gəlirləri erkəklərə baxanda çox azdır. Bu yenə də yuxarıda dedi. Bu qonunu necə düzəltmək istəyirsiniz? Bir dəfə o dedi, eyni maaşlı, eyni hüquqlu, eyni gəlirli olmalıdır, nöqtə. Ayrı bir bəhs yoxdur. Uşaqlıq. Hayır ki, uşaqlar ən az yaşlarından ya işlirlər ya da yekəlib evlənincəyə dək dərs oxuyurlar. Yəni uşaqlıq etmir, uşaqlığı yaşamır. Əgər dərs oxumanı və evdə məşq etməni iş tərif edərsək, uşaqlar 2 shiftə yaxın iş işləyirlər. Sizin bu qonuya necə baxırsınız? Əlbəttə ki, uşaq hüququ hələ ki bizim toplumlarda geniş formada əzilməkdədir. Bir çox hallarda uşaqlar uşaqlıq dönəmindən istismar olunur, yəni işə fiziki olaraq işə çağırılır, işə cəlb edilir. Bunların qarşısı alınmalıdır. Heç bir uşaq qanuni yaşdan, indi o qanun belirləyəcəkdir. Aşağı bir uşaq heç kimsə işlədənməz, işə cəlb edə bilməz. Əgər bir uşaq hər hangi bir səbəbdən onun hamisi, atası, ailəsi, vəlisi yoxdursa, bunu dövlət büdcəsindən, dövlət belirləmiş yerlərdə təmin olunmalıdır, himayət olunmalıdır. Uşaqlar uşaqlığını yaşamalıdırlar, bu çox mühümdür. Yəni dərs indi elmi araşdırmalar göstəribdir ki, çox oxumaqla deyil, bəlkə müfid oxumaqlandır. Yəni o bəlli bir zamanda sevgi ilə, sevərək oxumaqlandır ki, uşaqlar daha çox inkişaf edir. O uşaqlar ki, həm uşaqlığını eləyiblər, həm oyunların olurlar, həm dərslərini oxuyurlar. O ölkələrdə uşaqlar daha inkişaf etmiş və gələcəkdə şəxsiyyətlərinin formalaşmasında çox uğurlu olmuşlardır. Ona görə də təbii ki, uşaqları bir seri sorumluluqlardan deyil, bəlkə dərsləri ilə yanaşı uşaqlığını yaşamaq üçün də dövlətin şərait düzəltməsi, hətta dərs mədrəsə dönəmlərində ilə mədrəsələrində bunların rifah təmin eləməli, hər türlü şəraitini təmin eləməlidir ki, çünki bu ölkənin gələcəyi onlardır. Bizim gələcəyimiz o uşaqlardır və onlara bir gələcək kimi baxdığımızda bütün sərmayəmizi, bütün imkanlarımızı onların mükəmməl böyüməsinə sərf eləməliyik və bu yüzden də dövlətin uşaq hüququnu təmin eləməkdə böyük qanunlar vəz edib və məsuliyyətlərə qatlanmasını önəririk. Dərs oxumağı iş tərif edərsiniz, yoxsa təfri ya oynamaq? Dərs nə işdir, nə oynamaqdır, nə də təfrikdir. Dərs oxumaq bir yaşayış təcrübəsidir, öyrənimdir. Və bu öyrənim hər halükarında olmalıdır və bizim nizamnaməmizdə də 12 yaşına qədər dərs pulsuz və hər kəsin oxuması da icbarıdır. Yəni ki, 12 ilə qədər, 12 yaşına dedik, 12 il diplomuna kimin məcburudur. Yəni, və dövlət də buna şərait yaratmalıdır ki, geçsinlər, oxusunlar, diplomlarını alsınlar, ki, elə bilsinlər bugün şərtləri ilə, yəni bir şeylər öyrənib daha rahat yaşaya bilsinlər. Ona görə dərs oxumağı eğitim sisteminə özəl eğitimə, yəni özəl əhəmiyyət verilməlidir. Uşaqların durum
tutum sahələrində insanın için və ruhun acıdır. Uşaqların rahatlığı üçün hansı bərnamələriniz var? Bizim nizamnamemizdə də bu qeyd olunubdur. Uşaqları yaşından aşağı hər hansı bir işə cəlb eləmək, onlara istərsə atası, anası və ya məktəb mədrəsəsində və ya mühitdə fiziki tənbih eləməklər, uşaqları təhqir eləmək və bu kimi şeylərə ciddi yanaşıb, ciddi qarşısını alaraq uşağın hüququnu qorunmaq və şəxsiyyətinin oluşmasında böyük adımlar götürməli və bu baxımdan da Güney Azərbaycan İstiqlal Partiyası uşaqların qeydsiz, şərtsiz hüquqlarının savunması, əgər bir valideyn uşaqları ilə düzgün rəftar eləmirsə, onların hüququnu təmin edə, yəni ki, onlara mali baxımından deyil o. Yəni ki, məsələn, mali baxımından təmin eləyə bilmir. Bu başqa bəhsdir, amma hüquqi baxımından əgər uşağını təhqir eləyir, əzir, döyür, bədrəftarlıq eləyir, onu fiziki tənbih eləyir, ac saxlayır, imkanı olduğu təqdirdə və başqa türlü təzyiqlərlə məruz qalırsa, o ailədən hətta alıb və dövlət bunları böyütməyə mükəlləfdir, məcburdur və əgər ailələrin demək hüququ azdırsa, ümumiyyətdə hüququ az olaya çox olan hər uşağın doğuşundan başlayıb dövlətin ta onun işə çatmasına qədər, yəni o zamana qədər ki onun qəyyumu var, dövlət mükəlləfdir. Bunun xəzinələrinin bir hissəsini təmin eləsin. Ki, ailənin daha gücüm yetmir deyə bəhanəsi olmasın. O cümlədən təhsildir ki, dedik, təhsil dövlətin xeyrinədir. İndi pulu ola və ya olmaya dövlətin hesabına olmalıdır və bir sərədə uşaq haqqı deyə indi əlavətən aylıq ailəyə pul ödənilməlidir ki, o uşağın zəruri haqlarını təmin eləsin. Qalan doktordur, diş doktorudur, göz doktorudur, bunlar hamısı dövlətin hesabına olmalıdır. Yəni uşaq həqiqi mənasında qorunmalıdır. O hər hansı bir ailə yoxsulluğundan əziyyət çəkməməlidir və hər hansı bir ailə baskısından da fiziki və ya ruhi əziyyət çəkməməlidir. Hər iki təqdirdə dövlət araya girib və uşağı qurtarmalıdır, nəcat verməlidir. Uşaq evləri olmalıdır, dövlət evləri olmalıdır. Orada demək bunların bəsləyib böyütməsinə demək xidmət edilməlidir. Uşaqların özlərindən difa edə bilmələri, heyf olsun ki, atalar və analar belə uşaqlara zülm edir. Bunu dedik ki, əvvəlki sualda uşaqlara zalim ataların zülmündən qurtarmaq üçün dedik ki, bunu əgər uşaqlarını hər hansı bir zülmə məruzdursa, hər hansı bir formada tənbih ilə, fiziki və ya mənəvi təhqir ilə, filanla üzbürüzdürsə, o ailədən dövlət onu almaq məcburiyyətindədir. Təbii ki, o əvvəl xəbərdarlıq, bunu da yəqin ki, o da qanun formasında olmalıdır. Xəbərdarlıq verilir. Əgər təkrar edilirsə, o uşaq oradan, o atadan demək, ləyaqəti olmadığı üçün atanın və ya ananın o uşağı qorumağa, saxlamağa, tərbiyyət eləməyə ləyaqəti olmadığı üçün ondan alınır və dövlətin himayəsində böyüməlidir. Uşaqların təlim sistemi və mədrəsələri ömür tələb etməni necə çözməyə yanaşırsınız? Təlim sistemi təbii ki, dedik, təlim sistemində, eğitim sistemində ciddi dəyişim olmalıdır. Uşaqlar sevgi ilə, yəni eğitim eyni zamanda bir əyləncə kimi də alınmalıdır və eğitim aralarında aralar ki verilir uşaqlara, o aralar kifayət qədər olmalıdır ki, bir əylənsin və təkrar klasını, məsələn, 2-ci bölümünü devam eləsin. Bunu gələcək Azərbaycan eğitim sistemi belirləməlidir və modern dünyada təcrübə olunmuş sistemlərdən daha faydalanmasını biz öngörürük.
Uşaqlar mədrəsələrdə və danışıqlarda hər şeyi əzbər etməyə məhkumdurlar. Sonralardan öyrəndiklərini unudurlar. O bilgilər yaşamlarının dərdinə dəyirmi? Aynı halda uşaqların ixtira, inkişaf, yaradıcılığı, beyin güclərini və potansiyelini məhv edirlər. Uşaqların yaradıcı və olmaları və düşüncələrinin gəlişməsi üçün nələri düşünürsünüz? Əlbəttə, biz eğitim sistemi və bunu belirleyen o eğitim grubu, eğitim nazirliği elə bir plan hazırlamalıdır ki, təbii ki, insanların dedik 12 yaşına kadar okumaq icbarıdır. Buna göre ki, o bir leveldir ki, bugünkü yaşayışda mütləqa lazımdır. İndi bu süreçte, yani o dərslər elə tənzim olunmalıdır ki, bu insanların orta məktəbə girdikdə və ya məsələn ikinci məktəbə girdikdə bunların o talentlərini, yəni bütün məktəb sürəsində olur, amma orada daha çox özlərini göstərir. O talentlərinə görə, çıxarlarına görə nəyə çox maraqlıdırsa, nəyi çox sevirsə, hansına çox həvəslidirsə, bir demək sənət öyrənməyə, bir yaşayışı üçün bir təcrübə qazanmağa, o sahədəki maraqlıdır yönləndirməyə və ya onları tanıtdırmağa mümkün. Məsələn, bəzi yerlərdə bu talentlər o öğrenci ondan üzbüyüz olmuyor. Olduqda görə ki, bu talenti var. Məsələn, görmüşük ki, adamlar gelip məsələn üniversitenin bir dənə məsələn görmüşük 3-cü termində, 4-cü termində dəyişib bir ayrı bir şey. Çünki orada görmüşük o var imiş. Ona görə bu şəraitlərə hazır olmalıdır. Bu daha çox eğitim sisteminendir ki, bugünkü eğitim sistemini kabul eləmirik və onu mütləqa müsbət yöndə dəyişdirərək uşaqların daha kolay eğitilməsini və təcrübə qazanmasını və sevgi ilə eğitimini devam etmələrini təmin etməyi ümid edirik. Uşaqların məktəbdə uşaq yaşama haqqı uğurlanırmı? Uşaqların dəstə bunlar yuxarıda danışdıq. Yox, məktəbdə olmalıdır və eyni zamanda elə həmən məktəb məsələn biz elə bilərik elmi gəzişlərlə, elmi əyləncələrlə və ya elə sırf əyləncələri oluşturmaqla, tətilləri istirahətlər verməklə, yəni uşaqlar 9 ay dalbadal məktəbə gedib mesela Kanadan sistemində baxanda hər 2 aydan bir 2 həftə və ya 1 həftə ümumiyyətlə tətil verirlər. Uşaqların məktəb tətili burada hər şeydən çoxdur. Məktəb əyləncələri olur, məktəbdən bəzi yerlərə aparırlar və bu təcrübələrdən faydalanaraq biz də uşaqların demək o yaşam tərzlərini, eğitim tərzlərini daha yüksək səviyyəyə yetirib və onların daha əyləncəli böyüməsinə demək şərait yaratmalıyıq. Uşaqlar yetişmiş insanların qanunları ilə çalışır. Mühakimə və mücazat olurlarsa nə işləri düşünürsünüz? Bu təbii ki, uşaq qanunu 18 yaşından aşağı indi o ölkənin qanunu bəlirli. Təbii ki, dünyada tanınmış 18 yaşındadır. 18 yaşından aşağı uşaq təbii ki, junior ya uşaq qanunları, uşaq bölümləri, uşaq mərkəzlərində hətta əgər böyük cinayətlər işlənibsə, yenə də uşaq demək qoruma mərkəzləri ya həbsləri vardır, oralarda olmalı. Bunlar təbii ki, böyüklərdən ayrı tutulmalı və nə eyni qanun, nə eyni cəza və nə eyni sistem onlara işləməz. Onların mütləqa yaş, hatta 18'den aşağı ki kanun yaşlı, ondan aşağı da yani bu kanun yaşına göre onlara
qərar qəbul eləməlidir. Bu eyni böyük yaşı ilə mücazat olunması, mühakimə olunması əbədən yetişmiş insanlar kimi onlarla yanaşması əbədən doğru deyildi. Bir çox uşaq ana atasının ev xərcini yardım etsin deyə çalışmaq zorundadır. Uşaqların iş konusu, bunlar daha sorudan əvvəl cavab verdiyimiz üçün yenə də deyirik ki, heç bir ailənin uşağı çalışdırmaq zorunda olmamalıdır və bunu da dövlət təmin eləməlidir. Yəni ki, hər uşaq doğuşunda əgər o uşağın xərci üçün dövlət deyək ki, məsələn, ayda məsələn bu miqdarda hesablıdır. O da hesab üzrünədir ki, o uşağın xərcini istərsə, məsələn, uşaqlıq dönəmindədirsə, ona süd parasıdır, geyimdir, dəyişimdir, daşınmadır. Bunlar hesablıdır. Məsələn, ayda olaraq fərz deyək ki, məsələn, 10 dolar deyək. Biz indi deyək 10 dolar, mümkün məsələn 100 dolar olar, 200 dolar olar. O zamanın, məkanın xərcinə görədir. Onu dövlət verirsə, bunu heç bir atanın səbəbi yoxdur ki, uşağı işə göndərsin. Göndərirsə, ona xəbərdarlıq verilir və əgər buna davam edirsə, ciddi xəbərdarlıq və cərimə və nəhayət əlindən alınır. Yəni onu istismar edir. Uşaq işlədilməməlidir. Və bunu da dövlət əvvəl təmin eləməlidir. Sonra, yoxsa ac qoyasan ailəni, imkanı yoxdur, 10 baş uşağı vardır, evə məsələn ayda 5 dolar çörək gətirə bilmir, evə quru çörək gətirə bilmir, onda da deyəsən uşağın işlətmə, bunu işlətmə, o da şey deyil, gerçi onda da deyə bilərsən, amma əvvəl o sistemi düzəltməli, yəni uşaq hüququ təmin olunmalıdır, dövlət o maaşı verirsə, o ailə o maaşdan o uşağın, yəni dövlət onu necə hesablı deyil, bu uşağın bu qədər xərci olar, onun qalan xərcləri hamısı dövlətin tərəfindən. Diş doktoruna gedir, dövlət verir. Göz doktoruna gedir, dövlət verir. Allah eləməsin, hər hansı bir xəstəliyi varsa dövlət verir. Dərmanı varsa dövlət təmin edir. Mədrəsəsini dövlət təmin edir. İndi qaldı evdə yaşayışı üçün buna paltar lazımdır. Məsələn, bəzi demək, sporlara getməlidir, başqa getməlidir. Ya məsələn, filan eləməlidir. Bunlara da deyək məsələn ayda bir pul nəzərdə tutur ki, bu da bu uşağın başqa xərcləri kimi. Ailə onları o uşağın rifahı üçün xərcləməlidir və onu zora çəkməməlidir. Ona görə biz uşaqların çalışmasına zorunda olması ilə ciddi mübarizə edib və onları bu zorundalıqdan qurtarmağa çalışacaq. Uşaqlarla ilgili qanunlar və örflər necə yanaşacaqsınız? Tam dəyişiləcəkdir. Tam uşaqların mənfəətlərini, uşaqların sağlamlığını, rifahını nəzərə alan qanunlar və təsvib olunub və ona əsasən də icra olunacaqdır.
Thank